Yorulmusan? Bizon Ice Coffee ile yorğunluğu alt üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik təbiətin digər möcüzəsi ilə birləşir. Patron dəniz duzunun günə baxana saf toxunuşudur. Patron kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu Patron, ən səmimi anlar üçün. Qafqazın böyük kompleksi Bizim Ev Mebel şəhəri 100-dən çox mağazasını özündə birləşdirən mebel mərkəzidir. Bizim Ev Mebel şəhərində rahatlığınıza və zövqünüzə uyğun yumşaq, yataq, gənc və ofis mebeli təqdim olunur. Arzuladığınız və büdcənizə uyğun olan ən son modellər Bizim Ev Mebel şəhərindədir. Ünvan Bakı-Sumqayıt şosesi 7-ci kilometr Riyad Ticarət Mərkəzi. Telefon Ulduz 51 15. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başladı. Sabah Allah sonra al. Dedik, güldük, yığışdırdı özünü. Qulaq as mənə. Yaxşı, bir dənə danışım. Bu laf gülməlidir. Anamla atamın söhbət düşüb. Atam qaçır kətdən. Anam da o dalla cavabdadır. Çox gülməli idi. Qutar da Sadiq. Qulaq as, mən indi sənə ciddi sual verəcəm. Sən də mənə ciddi cavab verəcəksən. Bir dəqiqədə. Ümumiyyətlə fikir vermişəm. Bu evdə dev gülməyə alınmır da. Nə güldü, o tərəfdə güldü mənim üzüm. Burada nə vaxt deyirəm, gülürəm bir qanqarası uçuyor. Ver sualı qır. Sadiq, biz neçə ildə evliyik? Neçə ildə evliyik? 8 ildə onunla evliyəm. Söyle, sənlə 8 ildə evliyik. Ondan nədir Sadiq? Ondan nəndə? Ondan. O nədir? Müzadil dayının oğlu, elə bil. Eyni gündə toyumuz elədi də. Elə o mənə deyir ki, eyni gündə toy elədi belə. Hə, nədir? Sualını ver. Əsas şey elə də. Sadiq, 8 ildə evliyik. 8 ildə mən sənə deyirəm ki, rəsmi nikaha düşək. Sən neynəsən, mənə hər dəfə bir variant gəlirsən. Mən isə Duyğu neynədim? Getdim promoya asan xidmətə. Asan xidmətə getdi. Hə, bildinmi sən məni niyə rəsmi nikaha düşmək istəmirdin? Hər şeyi öyrəndim Sadiq. Hər şeyi? Hər şeyi. İnanmırsan anlatıram bax. And olsun ananın yoruna mən təmizəm, sən mənim haqqımda. Mənim anamın yoruna yandı ki. Yaxşı, üzr istəyirəm. And olsun mənim qaynanamın yoruna mən təmizəm. Məndən təmizi yoxdur. Mən sudan durub belə başqa bir şeyəm mən. İnandın? Yox, inanmadım. Problem bu da. Başqası inanır, sən inanmırsan. Başqası kimdir Sadiq? Olmasa həyatında kimsə də var, hə? Ha, onu deyirəm da. O kimdir? Hə? O əvəzlikdir. Əvəzi nədir? Məktəbdəsən sən? Hə? Hə? O işıq puludur, o qaz puludur, o kommunal xərclər. Gəlir deyir, deyirəm yoxdur. And içirəm, deyir gəlin gələrim, inandım. Amma sən buradan bura mənə inanmırsan. Sadiq, uzadırsan sən, qulaq as mənə. Mənə buradan bura sən variant gəlirsən. Gah deyirsən ki, 20-30 dəfə getmisən asan xidmətə yazır müraciət eləmirsən. Gah deyirsən getmisən üzbəüz danışmağa cəhd eləmirsən. Səni növbəyə salmayıblar. Hə? Nədir bu? 20-30 dəfə yox, 30-40 dəfə getmişəm. 5 dəfə də üzbəüz getdim. Dedilər, sən də üz gördük. İstəmirik də qardaş, səni istəmirik rəsmiləşdirək. Ay yaxşı, ayağının altı mazol eləyər, xəbərimiz olmaz. Maraqlansan bilərsən da. Maraqlandın? Hə? Nə dedilər? Dedilər ki, bu adda, familiyada adam rəsmi nikahda olmayıb. Sən indi buradan bura mənə gəliş gəlirdin. Bax, problem budur. Sən mənə güvənmirsən, həmişə şübhənə yanır. Sabah mənə deyəcəksən ki, Sadiq, sənin həyatında bir qəşəng, gözəl bir sarbaş bir xanım var. Sənin bir qızın da var, ifritə bir qaynanan var. Bax, belə deyə mənim üstümə gələcəksən. Elə bir çox getdin ha qabağa ya. Yəni, haqqıma girirsən, mən də normal, haqqım giyilməlidir. Ona görə də biz neynirik? Günü gedirik sabah asan xidmətə rəsmi nikaha düşürük. Başa düşdün? Ha, nəyə ehtiyacı var? Hə, çünki sənin nəslə bel bağlama olmaz. Sabah sənin o bacın var ha, gələr mənim ailəmi dağıdar. Hə, gələr mənim ailəmi dağıdar. Mən niyə havada qalmalıyam ki? Neynirik? Gedirik sabah asan xidmətə. Eşitdin? Baş üstə.
Teşnə yaşayıram da bir həyat. Həyata kömək elə. Atamın özdə kömək eləyən lazımdır. Ay bacı. Aynı evləri. Şeydi o güne ki sayla zaksa getir. Bilirsen ne var Fazil? Özünü yıkıştır ha. Kardeşim Sadık'a diyelim ki seni işte böyle atar. Kalarsan hele havalarda. Sadık kimdi? Sadık kardeşim. Ay Sadık gələtelir başını daşdan daşa deyir. Sen Nə deyir, dayanır. Sadık kimdir eşitdim, sonrasını eşitdim. Sənə söz deyirəm, eşidirsən vəfa? eşit. Deyirəm Sadık gələtelir başında daşdan daşa deyir. Taşla taşa niye diyorsun? Mən eşitsəm, nə bir qaqırıcı deyim deyil. Bilirsen neyinliyərəm ben Fazil yıkıştır özünü. Mən canım, mən işə gedirəm. Yıkıştır işe gidip ha ne için işleyen olur bu. 1000 dəfə demişəm ki, İşleyen. mənim yeməyimə danışma. Fazil, mən həyatda yeməyə danışan qadın olmamışam. İki qazan yemək yaparsan, 2 nəfərlik. Amma gələmdə aşağı gəlirsən üstümə. Xeyr ola, alkaçlıq kurslarına yazılmısan. Qazanıram özüm. Mən bilmirəm sən nə qazanırsan. Mən bilmirəm nə edirsən. Amma mən sənin Fazil, kuruğunu tutsam ha. Bilsəm ki sən kimdən içirsən. İnan ki mən onu... İşə gedirəm, Tək içirəm, dərddən içirəm. Dərdin nədir? Oğul oxudursan, Oğul oxudursan, qazandığını... Bu sənə. Əzizlərimdir. Yox, sən imkan vermirsən ki, biz bir dəfə qaynana kürəkən üzbəyiz oturaq söhbət eləyək. Ay bala həyat yoldaşım mənim də özüm bilərəm, kəbin kəstirəm ya rəsmi nigaha girəm. Sən niyə qarışırsan? Görüşüb üzbəyiz söhbət eləyərik. Mən də sizə gəlim. Mən də gəlim də nə olar darıxmışam mamamdan ötürü. Oldu. Deyir qapınıza yasa gəlim, deyirəm mən də sizə gəlim. Yox, mən də gəlim. Getdim, mən gəzməyə getdim, sən qaldın. Problemdir. Bütün verim sistemlərini pozuluyor mənim. Rəq olsun, yaxşı da deyim, sakitləş başına dönərəm, baş qoşma ona. Gör nə deyirəm, krantımız xarab olubdu, usta çağır gəlsin onu düzəltsin də. Olan oldu keçdi daday. Ana, necə yəni oldu keçdi? Atamla rəsmi nigaha gir. Gender bərabərliyi olmalıdır. Ay belə dedim, beynimin qapağı atır. Gender bərabərliyi nədir? Get riyaziyyat bərabərliyi ilə məşğul oldu. Bir dərsləri oxudu, hər işə... Gəl 2 vurursan 3. 6. Nə 6? Ona təzə çıxdı, 5 deyildi. 5 deyildi, görək. 2 vurursun 3. 6. Bu işə təzə çıxdı. Yaxşı. 24 vurulsun 42. 966. 966. 966. Yaxşı. 55 vurulsun 77. 4230. 230. Mən sabit söz deyim. Bu uşaq riyaziyyata aşıbdır. Evdə enişteyin böyüdürük xəbərimiz yoxdur, fərqində deyilik. Bu uşaq gender bərabərliyindən danışa bilər. Qutardı getdi. Yaxşı. Mən də danışıram ki, axırıncı sözümü deyirəm sənə. Deyirəm. Bu nikah olacaq. Olmayacaqsa bizim bu gün burada axırıncı günümüzdür. Eşitdin məni? Qızım sən də son sözünü de. Ata, beni karnavala apardı. Hay nə şirin uşaq oldu. Gördün nədir, ürəmi yaxar idi. Ailəni dağıt, gender bərabərliyindən danış. Bu ailənin axırına çıx, sonra karnavala. Mən sabit söz deyim. Bu evdə karnaval olacaq. Prosto bu ailə dağılacaq. Bütün kənd o karnavala gəlir. Qutardı. Soymuşam, mən bir numara gedirəm. Ata! Səhv olacaq Sadiq. Ay ata! Uğur kişi xoş gördün. Sən canında bu gün işməyək, qalsın. İşməyək nədir? Görmüsən arvadla gəlmişəm. Arvadla gəlmişəm, elə deyirsən ki, elə bir maşınlansan. Nə yaxşı gəlmişsən. Heç elə belə. Elə belə deyəndə ki, mənim uğurum çox abırlı, həyalı insandır. Hər sözü də danışmaz. Sən də mənim qardaşım, Fazil qardaşım. Kırteləm. Üzüm ayağının altına
Gəlmişik ər-arvad özümüzə, dostbanlı kravat alaq. 2 nəfərlik yataq dəsti. Deyirəm daha bəsdir də. Nəhayət ki biz də ər-arvad olaraq yan-yana yataq da. Qısa elə, qısa. İndiyə qədər Qızılgül bacı nətər yatırdınız? Ay qardaş. Muxtəsər. Nətər yatacaq? Yazıq canım. Alt üst. Kravatın yuxarı mərtəbəsində mən yatırdım, aşağı mərtəbəsində də uğurum. Hə, onu deyim ki, düz ünvana gəlmişsiniz. Nə cür mebel istəyirsinizsə bax burada var. Dalımca gəlin. Bax bu dükanlar hamısı mebel. Buyur. Sakla görüm Cimi. Yok bir. Hadi. Oy Cimi. Sen niye burada uluyursan? Uzanmışsan elə bir çarpayındadır. Yazılıyım, atamsın dağılıkmışım, atamın yanına gitmek istedim. Bak, xopduyum başına aparım dədəyin yanına. Get qəbri buradadır da, get bir. Bak, bir otur, bir söhbətləş, get ürəyini boşalt. Atam kimi gedəm də bu dünyada. Yanında deyir Rusya'da kulduran atamın. 50 kolunu bağladılar. Bagaja koyup apardılar ve hiç de haber çıkmadı hayata. Hadi. Elə olmamışdı, burada deyirsən, başqa yerdə demə. Quldurlar kişini apardı, bastı bagaja gətirdilər. Atmadılar mı bir daha qabağına, kişi orada qaldı. Hayatımda yazık adam. Yoksa 50.000 dolar pul dediler. Dediler 50.000 dolar pul beni kişiye bırakan. Bütün nesil çocuğu yıkıldık, atıştık. Kimin ne var ne yok. 7 şirvan pul yığıldı. Bəsdir. Qatı qaldık, cəhət aldıq. Dövğa düzəltdi elə gələncidən qabağına. Yaman yedim onda dövğadan. Elə olmayıb. Kişi tapamadım ama. Kişi tapamadıq, yox biz qorxumuzdan çölə bayıra çıxa bilmədik. Kişi elə qarın üstündə 3 gün o soyuqda qalmadı mı? Ciyərləri, vaspalini olmadı mı? Hadisə belə oldu. Neyse dur dayırda uzanma, ayıqda. Yeri get ula öz qapında. Nəyə dayanmışsan burada? Yerdir bura, mən də oturmuşam. Dur. Betonsta gelmiş orada. Ben şeyle çağrım yok değil mi başım? Ben betonsta uzatsam ben hastalanacağım. Dur he. Nerede savunacağım? Dur dedim. Andım ya. Uğur. Ay Uğur. Deyirəm əcəbidir. Ləzzət yeri, ər-arvad yan-yana uzanmışıq. Görün yumuşaq kravatdayım. Əcəbidir, əcəbidir. Bilsə nə var? Bundan sonra hər gecə səhərə kimi ər-arvad söhbət eləyərik. Ürəyimdə olan nə sözlər var, hamısı sənə danışaram ki, daha səhərdə axşama qədər başı xara biləməyim sonra. Nə deyirsən? Nə deyəcəm? Yaxşı kravatdır, amma bunu almırıq. Niyə? Bir yerdə yatmarıq ki, yata bilmərik. Yata bilərik. Amma mən belə düşündüm ki, bizim ailəmizin uzun ömürlü olmanın səbəbi bizim ayrı-ayrı yatmağımızdır. Nə oldu? Alırsınız? Ay, Fazil qardaş. Üzr istəyirəm. Mən də sənin bacın, sən də mənim qardaşım. Nə pis yerdə tutdu bizi. Nə edirik ki o? Yox, alırıq almağını, amma bunu yox. Bu da yaxşıdır. O bir silahda olan var ya, o tək-tək. Ayrı olanı. Nətər məsləhətdir, xeyirli olsun. Deyirəm, riski bir yerdə yatmayın. Yavaş-yavaş yaxınlaşdırasınız kravatlar. Pərdə saxla. Sən də pərdə saxla, yavaş-yavaş kravatdan tük. Mənəmə. Deyirəm, bəlkə o təzə kravatı yuyaq axşam. Onda yemək mənli, bacıoğlu yeküşə də deyərəm, bir dənə yarım qoyar soyuducuya, gedib götürərəm, yazar mənim əyağıma. Rast ki, yemək sənlik, içmək sənlik,
onda yer də mənlik. Hələ bir gözəl yerlər tanıyıram ki mən. Sən nə oldu? Ayağım şişib, ayaqqabı girmir ayağıma. Az yedə, az yedə. Bəlkə yaşayış deyil daha. İndi də ikisi də bir yerdə dirəşib tikib, rəsmi nicaya düşürük, aynəm nə edirik, bu nədir, bu nə yaşayışdır, mən yaşıram ay başı. Bax, nə tez ayılmısan? Bu il sabah oğlun əskər gedəcək, nə tez ayılmısan? Vaxtında fikirləşərdin, vaxtında. Vaxtında fikirləşdim. Mənə dedim, bunun ikisini birdən alım. Hansından xasiyyətim tutar, ondan evli qalaram. Hansından da xasiyyətim tutmaz, ondan ayrılaram da. Nə oldu bəs? Tərslikdən ikisindən də xasiyyətim tutdu. Bilirsən bacım, qaranın qara yeri var, sarının sarı yeri var. Mən sulu yeməyi də sevirəm, quru yeməyi də sevirəm. Sarı kişmiş də sevirəm, qara kişmişi də sevirəm. Biri elə bil, Avropa mətbəxdir, bir milli mətbəxdir. Çox geniş söhbət eləyə bilərəm. Hərəsinin bir xüsusiyyəti var. Ya bunu sevirəm ikisini də. Bir dəqiqə deyil, o nətər olur o elə, o necə? Sizdə, yəni Fazilə bir dəfə dedim, başa düşmədi. Yəni sizdə şey yox, başım bıraq. Mənə köməklik elə, əsas mənə köməklik elə, mənim bu vəziyyətdən. Sənin yenə dərdini deməyə başım var. Mən dərdimi kimə deyim, mən problemimi kimə deyim, anası ölmüş. Madem, danışam, anası ölmüş desəm. Mənim bir dərdim var da, bir dərdim var da. O da vəfadar. O da mənim oğlum. Dədəmizin adını daşıyan. Şan sənə sünət işi var. Pul lazımdır onları düzəltməyə. Deyir mama. Yox. Anneciğim, para lazım. Dedim hardan andan para alsın. Dədən elə təzə işe girib bu maaşı alınca. O uşaqda bir şirin uşaq idi. Bu əli belə idi. Böyüdü əli belə. İndi belə. Cibi belə. Sən başının işini düzəlt. Başının işini düzəlt. Başı da sənin işini düzəltsin. Ala. Nə? Ala bir nə verim. 300 behdir. Bu Elə belə. Bu behdir. İş düzəlsin. 3 deyil axı 2-dir. Hə 3-dür. 3'dür qaldan. İş düzəlsin. Məndədir. Eləmi? Mən məsələmi həll elə. Eləyəcəm. Ondan sonra sənin sünətam həll elə. Elə bir şey oldu. Elə bir şey oldu. Qəşək badımcan qızardır başı. Yox, badım sən özün yersən. Mən gedirəm işə oradan bir badisə həll edeyim şey deyilsəm. Elə bu qapıdan çıxarım. Sadiq. Ay, görüş qulaq astı mənə. Ay bacı. Necəsən? Nə var, nə yox? Sağ ol. Neyinirsən? Heç nə deyib, paltarları yumuşam, indi sərəcəydim. Nəsə olub? Təbrik elə məni. Təbrik eləyirəm. Niyə? Niyə? Axır ki, uğurum bizə kravat aldı da. Yerdə yatırdı. Az yox, 2 mərtəbəli də yatırdıq da. Setkası keçmişdi belimə. Axır ki aldı. Düz ayrı-ayrı alıb da. Baxma, yoldaşım da aramızda pərdə var. İnanırsan, elə rahatdır. Ay bacım, görmədiyim günləri görürəm. Day, uzanırsan belə. Ehtiyac yoxdur ya, quş-quş eləyəsən ki, yatasan. Uzanan kimi yuxu özü gəlir, tutur əlindən, aparır ki, getdik. Bir qəşə, amma bir əmması var, ay bacım. Belə döşək var, amma üstünə salmağa döşəyağım yoxdur. Necə yoxdur ya? Neçə elin arvadısan sən? Var, dilim çarşı, varım deyə. Özü vərək, qət. Deyirəm, çıxardaram oradan səliqən pozlarda. Sən qonşusan, əl borcu ver, sənə lazım oldu, mən sənə qeytərərəm. Verərəm, ay Qızılgül, nöş vermirəm ki, burası zapaz yoxum deyə. Bax, indi yumuşam, qurusun, sərim qurusun verərəm də. Göz qaşını necə oynadırsan? Şəxsi. Pis baldızın var, hə? 100% pis baldız əlinə düşmürsən. Dat, pis baldızın əlindən dat. Qayragün qız, bitki yaşın var, nə yaşın var sən? Çəkdirib sənə əsəbdən üz gözün də oynayır. Şəkli var. Görsət mənə, mən də onu görəndə saymayayım. Hətdi ya. Qısaslı alım. Axtarırsan, hə? Hə. Bax. Baxın. Şənbə gün. Qızıl gül şey. Ay, buna bax, ha. Şəkildə nə qəşək düşürsən? Bilirəm. Mən şəkildə qəşək düşürəm. Səsimi qaldırım, yoxsa... İtdim. Yoxam bu ki. Getdim. Hey!
Evin ortada hara gedirsən bizə? Başım gedir. İki dənə paltar yumusan, onu da hələ sərib qutara bilmirsən. Nəysə. Qardaşımdan nigah istəyirsən. Hə. Yaxşı eləyirsən, düz eləyirsən. Yaxşı eləyirəm. Haqqında. Bax, burada sən tərəfindəyəm. Bax, burada sənin yanındayam. Sevgi, sən mənim kimi baldızı çıraqla axtaracaqsan, dayan. Allah, bu da sənin üçün şəhadətnamə. Allah. Bu şey deyil. Şeydir. Nikah şəhadətnaməsi. Bəli, bəli. Ay vəfa qadan alaram. Sən baldız deyilsən, sən mənə bacısan, bilirsən, yox? Ay Allah, mən bunu indi mamma çatdırmalıyam. Onu çatdır. Şəklini belə çəkərsən, atarsan. WhatsApp statusunda onu paylaşar. Heç nə. Allah. Sağ ol, ay vəfa qadan alaram sənin başına dönərəm. Sağ ol. Sevgi, neynirsən? Heç nə, Sadiqimə yemək bişirirəm. Sən nə edirsən? Baldızlığa gəlmisən yenə? Bəli, baldızlığa gəlmişəm. Bir bacı kimi bilmək istəyirəm. Mənim qardaşıma necə baxırsan, nə bişirirsən, nə yeyir, nə içir bu uşaq? Qardaşın onsuz da məndən çox xoşbəxtdir. O ki qaldı yeməyinə, onun yeməklərini bu kimyəvi qatqısız, tam təbii, soyuq sıxımla əldə olunmuş patron günə baxan yağları ilə bişirirəm. Ay Sevgi, sən elə baldızı oxşamısan ki, mən də yeməklərimi patron yağı ilə hazırlayıram. Deməli, bizim bir ortaq nöqtəmiz var. O da nədir? Qaddasın alın, bu deyil, patron yağları. Sadiq, bu nədir belə Sevginin adını telefonda yazmısan? İşte daha yenə. Problemi alt üst eləməyin vaxtıdır. Görüm nə yazmışım. Sən niyə Sevginin nömrəsini yazmısan ki, evim, eşiyim? Sevgi kimdir? Kirayəçi. Mənim evimdə qalır da. Mənim eşiyimdə qalır da. Mən də evimi, o eşiyimi ona kirayə vermişəm. Ona görə də yazmışam Sevgi evim, eşiyim. Nətərdir? Onu başa düşdüm. Bəli. Bəs mənim adımı niyə yazmısan ki, Duyğu Kirayəçi? Duyğu kirayəçi yazmışam. Duyğu kimdir? Mən. Kirayəçi. Yəçi, kira. Nə deməkdir bu? Mən özümlə qaçdım. Fasilə götürüm, dayan. Ay Uğur kişi, niyə tək gəlmirsən? Nə əzəb Qızılgül yanındadır? Qızılgüllə evliliyimizin il dönümüdür. O da şikayətlənir ki, divan kreslo olmaq lazım təzə. Köhnəlik də o birisi. Onda düz ünvana gəlmirsən. Ha? Qafqazın ən böyük mebel şəhəri olan bizim ev mebel şəhərində 100-dən çox brendin mağazası var. Burada avangard, klassik, modern üslubda həm yerli, həm də digər ölkələrin yumşaq, qonaq, yataq, mətbəx mebelləri var. Uğur kişi, bunu Qızılgül bəyənəcək. Qızılgül bunu mənim üçün alır. Əsas odur mən bəyənim. Əladır. İşim alınsın, sənə şirinlik verəcəm. Belə çirkli ayaqqabılarla gedirsən, iki arvadın ola, biri ayaqqabını təmizləməyə. Baldız deyilsən, get ikisini də baş sal da. Başa salacağım, ver ayaqqabılarımı təmizləsin bacı. Bir de smart ayaqqabı boyaları ilə ayaqqabılarımı təmizləyirsən, ilk gün kimi tərtəmiz olur. Bal mumu tərkiblidir, su itələyəcək xüsusiyyəti var. Dərindəki çatlamağa qoymur, par parıldadır. Nə qəşəng oldu ay bacı, çox sağ ol. Dost başa baxar, düşmən ayağa, smart sağ olsun. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı reklamlardan sonra davam edir. Sürmə çəkdim gözümə, dost gəzirəm özümə, çıxdım yolun düzünə, dost gəl hardasan, tez gəl hardasan, tık 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 tık. Tık xanım, 50 dəfə demişəm, bura mağazadır, konser salondur. Nədir bütün gün oxudu? Oxuyanda da biraz kişi mahnısı oxudu. Bu nədir? Arvad mahnıları oxudu. Kişilər ay, kişilər, bizim kişilər. Ya bunu da acın axıb, ya. Bir başqa var, 50 dənə mahnı var. Nəysə, əsəbiyəm, eşsən yeqiş.
tez kassadakı pulları ver, əlim ayağım sual demiş. Tez şillə açılmamış hesab. Nədir gəl əsəbləşmirsən? Soruşdum mən də kassada nə var, nə yox. Bilirsən nə var, bilmirsən. Ben niyə səbəbi soruş da məndən də. Yox, sən şillə şapalaksız işləmişsən ona görə də. Nə var kassada, nə var, nətədir, vəziyyət nətədir? Ay müəllim, iş gedib, ver var. 60 qəpilik çörəyə 1 manatdan verdim, getdi. Satıldı? Evet, kibrit var ya, bir dənəsi, 5 qəpik. 1 manatdan verdim, getdi. 30 qəpikli yumurtanı 1 manatdan verirəm, gedir. Nə istəyirsən? İşte, bax belə haramçılıq istəyirəm də, nə səndən cəmaatın haqqına gir, kənd cəmaatı sənə sövsün, təhqirləsin, zato alver getsə. Müdür nə istəyir? İş ye. Salam. Əhya müəllim, xoş gördük sizi. Bir ablayı sağ ola. Hesablama ehtiyac yoxdur. Neçə çeşiddir orada? Burada 5 çeşiddir. Ədyaldır, kütaradır, 2 dənə yağdır, bir dənə toyuq. Всё. 5 manat. 5 manat. Ədəl 5 manat, yata. 5 çeşid 5 manat. Aha. Öpürəm, yegiş, sağ ol. Nə öpürsən, bir dəqiqə. Öpdü getdi. Ha, bir dəqiqə daha nağarsan, qalanın lisə yazdırdı. O bu şey götürdü, bir. Ay müəllim, bax belə eləyirsən. Bax çıxıram kəndə deyirəm ki, bizim müəllimdə elə bir nəsə çatmır, nəsə gec qavrıyor. Ayrı şey olar. Müəllim kampaniya eləmişəm. Mən onun nətər artıq deyim. Nə kampaniya? Bir dənə kampaniya eləmişəm. Dükandan nə alsam 1 manat. Ötə getdi bazarlıq elədi. Birini 1 manatdan verdin getdi. Demirsən aldım. Sən tərpənmədi bir daha əsas. Mən sabir sözləmə yekiş. Sənə dediyim söyüşləri, təhqirləri mən həmişə yaşıl o ağaclar var ya, yolka molka. Ha, onlar quruyardı o sözləri eşitsəydi. Sən bizdə lom neçədir oğlum? Lom da 1 manat da müəllim. Lom 1 manat. Buyur 2 manat. 1 manat müəllim, lom. 2 dənə lom gətir. 2 dənə lom nəysə. Birinə sən düyəcəm. O biri? O birisi sürprizdir da, o məndə qalsın. Əvvəldən demək mənə düşmüş. Get gətir. Sənin şəxsi kişiyə qarışmıram mən. Can, çox sağ ol bacı, sənə qurban. İnanırsan, anam. Mən hər yerdə deyirəm ki, Duyğu arvaddır. Duyğu cüvənəzandır. Payın artıq olsun, çox sağ ol. Mən bir səndə qaranlıq qaldı qızıl gün. Gör neçə ilin gəlini səndən, Nurjeni sənin bir dənə prostitutun yoxdur. İraq olsun. Səni tərifləyən kimi xərifləyirsən. Karyeri solca, düş yoxundur. Vərəq deyə, özdə üstü peçatdı, elə belə də yox. Mənim anam o vaxtı dəri zöhrəmdə sanitark işləyirdi. Oradan yığırdı, gətirib qoşurdu ceyizmə. Oradan yığırdı, gətirib qoşurdu ceyizmə. Mən onda niyə istifadə eləmirsən ki? Az o mənə düşmədi ki. Bir dəfə cəmi sərdim uğurdan altımıza. Şəxsi, səhərə qədər ay bacı bir qaşınma gəldi canımıza. Qaşına. Deyirəm elə yaman qaşınır sana. Şeyda göl. Qızıl göl. Hə, nə olar ki? Əlimdə işim çoxdur. Sonra səninlə danışaram. Sən mənə görə avara qalmaya, sən işin uzun çəkər, mən gedim. Yeri, da, yeri. Aa. Süründü. Bu da deyir mən arvadım. Sürünə getdi. Ay Vəfa, o getməyinə ye. Deyirlər ki, 1000 dənə qaynanan olsun, ammanın bir günüdür, bir dənə baldızın olmasın. Vallahi. Ay mənim gözüm işığım. Onu pis baldızlar üçün deyiblər, Duyğu. Amma sənin baldızın... Gör neynədir, Allah. Sənə qurban olarım. Hər deyimdə bir istisna var da. Az olmalısan da, nə Mənim olmalısan? baldızımdan bir dənədir. Bir dənə deyil, bir dənə. Hə, yaxşı da, git bir çay gətirmə. Sevinirəm də, qəşəng çay dəmləmişəm. Gedim gətirim, gəlim baldız oturaq, çay içək. Konfet qoy, qətlə içəmirəm. Yeri day. Yeri. Sadiq. Deyən Can. Bacı gör sənə nə deyir? Bacın ölsün qabağında. Getdim ikisinin də nikah kağızını aldım. Birini buna, birini o birini ötürdüm. Yo, bacı həll elədi məsələni. Hə? Bir qardaşsın, həyatda ən böyük dayaq onun bacısıdır. Sənin qadan alım ay bacı. Nətər həll elədim? Bir danış denəm, bilim, görüm.
Mən həll eləmədim. Həll eləmədin? Vəfadar Vəfadarın qadasını alma, vəfadar dayısının başısı oğludur. Vəfadar çox şolub uşaqdır. Ona... bu. Nə dayısının oğlunda, nə? Bacım oğlu yox, bacım oğlu yox. Dədəm vəfadar həll elədi, nə bacım oğlu? Bacım oğlu eləmiş, dədəmiz elədi. Dədəmiz evə gəlib gedir, dədəmiz səbə oğul. Madərə qaçını verir, atamı görsə bir fərləcəm. Mən də şeydə qorxan adam. Sən gedir. Dəli səsi. Kişini rahat bırak. Neçə ildir yatdığı yerdə də qalsın. Nədən əllədi? Onun üsuluyla. Atamın sulu var. Dünün mü? Sən bilirsən ki, Sadiq dədəmizin 3 arvad olub. Mənim anam qadasını alıb. Gülgəz anam. Burada saksa girdi. Bilirsən ki, dədəm onu burada birinci saksa arvaddan həmişə elədi. Sənin anan Gülpəri. Bir də onun 3-cü arvadı var idi. Qız xanım. Onların ikisini də götürdü, apardı Gürcüstan'a. Orada zaksa girdi. Sənədləri aldı mı? Bura qayıtdı mı? Hepsi o. O variant həll elədi. Sənin qadan alınmalıyım. Həmişə ürəyimdə bir qumar var idi ki, atam bana normal imkan qoyub getmədi. Allah sana rəhmət eləsin hayata. Sənin yolunla ayaqda qalıram. Çox sağ ol, sənədləri ver gedim həll eləyim də. Hara girsən ki? Gitməyim və həll eləyim də. Sənədlər hanı? Bacın bir variantda fikirləşib. Mən nətər baldızam ki, özüm addım atmayayım, gedim qızların qavağına birə qoyum sənədləri ki, baxın görün nətər baldızınız var. Öz damarını verdi. Elə. Hara getdin ay Sadiq? Gedim biraz qanqıratçılıq var, onu ortadan gətir. Sakit dur. Biz bacı. Sən də aparım. Yanım nasıl kısıtılır. Valla gəlsə biz pul vermiyoruz ki. Başı elə pul deyəcəkdim, sənədləri düzəltdirməyə azdır. Sən verdiyi üstünə belə... Ala kalqotka alaşdan özüm. Yox, bu kalqotka... Deyir, kalqotka yox, orada 200'lik gördüm. 200'lik ver. Vəfadar, ala, vəfadarın problemini ələ. Deyirəm, qardaşım elə bir. Bax, belə dur. Ay, sağ ol. Bax. Elə bir Jimmy'dir. Mitxun Chakraborty'dir. Jimmy, Allah. Elə bil ki Pratap Singh'dir. Pratap Singh kim da? O qəşəng aktör idi. Elə bil ki Shashi Kapoor'dur. Shashi Kapoor'dan zəhləm gedir. Ala, 2 dənə manat verirəm. Bobbi'dir. Tərsən, Bobbi qadındır, ala. Bobbi'dir. Sadiq babaş. Nə oldu? Anam, qadın alım ayağına, sənə qurban olum, elə darıxmışam. O sen anan değil, o kız hanımdır, anan budur. Anam budur. Anam şəklini yaşamışdım. Bunları yerini dəyişdən. Yaxşıdır, onun başqa qız xanım qalıb. Bunu çıxartıb yerlərini şey edəcəksən. Ha dedim bir şey yadıma düşdü. Zamanlıqda vaxtın Ataşa ilə getmişim meşiyə. Mən də ehtiyatın tüfəngimi uzatıb da götürmüşəm. Nəysə, yiyib içirik meşənin ortasında bir də mən də səhvalı yerləri xoşlayıram axı. Bir də Natasha qayıtdı dedi ki, mən şüyürəm. Şüyürəm deyəndə, onu meşənin ortasında neyniyim hə? Bir də gördüm, böyründən səs gəlir. Eşsən məni? Dedim, hə, buna səs görəsən. Nə? Ay, sağ ol. Dedim, aydı. Tüfəngi götürdüm, dedim, deyim, tez ayını vurum, dərisini soyum, atım Natasha'nın çiyinə qoy, biraz canı qızışsın da. Deməli, yaxınlaşdım ayıya. Ayıya yaxınlaşanda bir də gördüm ki, ayın ayağı ilişib ağacın ortasında. Belə. Nə başını ağrıdım, vicdanım sızladı. Vurmadım ayını. Tüfəngin lülöylə belə elədim, ayağı çıxdı ağaçdan. Ayağı çıxan kimi ayı cumdu üstümə. Cumdu üstümə yaxınlaşdı belədi. Bildim ki, təşəkkür bildirir. Odur ki, bunu içək, sənin kimi təşəkkür eləyə bilən insanların canlıların sağlığına. Vur! Ay! Mən 2 dənə diplom var. Onda salın içərik. Sən məni ayıya tay tutub sağlıq deyirsən? Gətirdiyin yerdə bir yer deyil. Hə.
Nə istəyirsən? Sən desə keyflənirsən, sən bunu içmə. Ha. Sadiq, artistlik eləmir, sualıma cavab ver, de Ay elə. bana imkan ver öldüğüm yerde ölümde görürsen süpürge kesildirim. Koy ölümden. Hara ölürsən, niyə ölürsən? Sualıma düzgün cavab verməsən, ondan sonra mən səni birbaşa morqa göndərəcəm. Ay bana elə benim ölümüm bütün sualları sağ. Aç dur ayağı, dur. Alıp bunu oxu, sonra ölərsən, qoy onları yerə. Hə, gedər oxu. Okuram ama sonra öleceğim. Ha, ölərsən, Ben rahat elimi ölərsən. vurmuş. Hə. Nikah hakkında şehadetname. Gambarov Sadiq Vəfadaroğlu. Tez elə. Yok biraz diksiyanı okuram da. Aha. Salahova Duygu Famil kızı. Sadiq, Hadi. köç oranı, hərf bə hərf oxu onu. Ne iyi ki ahı. Hakkında. İki tane kı var bu sözde. Şu ahı Anne, ahı. eləyirsən, mən burada, bax, buranı oxu, bax, buranı. İsmailova. Sevgi. Aha. Murtsuz kızı. Aha. Nikahın bağlanması hakkında. Aha. Nədir bu Sadiq? Sevgi nədir, niyə orada var? Nədir? Hay qara düşmüş, mən nə bilim buradım. Bacım da qarışdırıb, bacımı tanımırsan. Bacını çox yaxşı tanıyıram Sadiq, amma səni yaxşı tanıyanmamışam. Boyunu yerə soxmayım sənin. Bu nədir, ha? Nədir bu? Duyğu ilə sənin nikah kağızındır. İzahını ver də bunun. Ha benim uşam ver, danışımıza verim de. Ay bala, bacım qarışdırıb da. Nətər qarışdırıb? Nəyi qarışdırıb? Ay sənin anan hər gün bu evi nətər qarışdırıb. Bir dəfə də mənim bacım qarışdırıb da. Başına dönün. Sadiq, onlar tamamilə başqa şeylər. Sən xəbərin var? Mənim anam sözlə qarışdırır, sənin bacın sənət sünnətlə qarışdırır. Eləmi? Elə şey olur. Onda belə çıxır ki, sən orada Duyğu ilə zaksa düşübsən. Mənlə də gəlib burada zaksa düşübsən. Kağızlarımız da dəyiş toxuş olub. Eləmi? Sən məntiqi danışsan, amma bizə intellektual sual verirsən. Eləmi? Ya köməklə bir yerdə tapaq ya da vaxt verməm. Köməyi sana mamam eləyəcək. Heç nə də eşitmək istəmirəm. Çıx get canım ol buradan, boşayacağım səni. Gedim mən. Hə canım ol. Mən ailəmisin. Əziyyət çəkirəm. Sənlə sevgimi, ailəmi qorumaq üçün nələrdən keçirəm. Sən bu gün mən... Canım ol burada, xəyanət Yavaş gör. əlimi vurma amma zəhləm getmiş. Aç ağzını, hə. Aç, biabır eləmirsən məni. Biabır eləmirsən. İçir mənim üçün alkaşlıq eləyir, alkaşlıq. Bəs də ayıl. Üstümü, başımı bütün batırdı. Gör sənə nə deyirəm. Sən niyə, Fazil eşidirsən məni, bu qulaqlarını da aç. Sən niyə bu vecsiz adamlara qoşulmuşsan? Kəndimizin gözəl, ağsaqqalı var. Hamıya nümunə göstərirlər. Uğur kişi. Niyə sən oyla oturub durmursan? Başına dönüm, hə? Nədir bu belə? Sən kimdən alkaşlıq eləyirsən? Uğur kişi olmasaydı, sən elə bax küçədə tintap uzanacaqdı. Məni biabır elədin sən. Məni biabır elədin. Nə olub? Ver mən yediz. İcazə ver, birini də mən deyim. Nəyi? Bunu da itirəm. Həyat yoldaşı ilə can deyib, can eşidən xanımların sağlığına. Hə, deyən görüm, can deyib, can eşi. Ay bacı, o qatdığın başını bura gəl. Ay, nətər bura gəlim? Ha, buraya deyirsən. Elim dağılır, mənim. Görmürsən, alkaşlıq eləyir. Hara gəlim, ay Sadiq. Elə düz eləyir. Sənin ərin alkaşlıq eləməkdə çox düz eləyir. Ay kimi nərilləyir. Sənin kimi qadının əri ayıq olsa havalanar. Zəhər. Sənin kimi qadının əri axırıncı yolda olur. Başına keçsin. Başını əri burada alkaşlıq eləyir. Bir dəfə maraqlandı. Bəs sən mənim ailəmi niyə dağıdırsan ki? Mən dağıtmışam. Ben neyimsən qadınlar? Ben ötər elə. Bir də IQ səviyyəni yoxla bax. Sən o nikah kağızlarını, sevginin nikah kağızını kimə, Duyğunki kimə vermişsən? Deməli, sevginin kağızlarını Duyğuya elə eləmişəm. Qatıq yesin, başı səni qatıq yesin. Qatıq götərə belə. Düzəldərəm də, bax. Qatıq götərə belə lazım deyil. Götür qatığı da gəl dalımla, planım var. Ay, qatıq gəl. Nərliyir. Dur, nərəl deyirsən, dur. Ay, Sadiq, başın qurban. Gəl. Nəsə olub? Başlatmaq lazımdır. Ay, gəl da. Gəl də, nə böyük?
Sen bunu apar. La Caseta de Pastel. Yəni bütün hadisələri biz pasteldə olanda həll eləməliyik. Yeqiş başın çox yırğaladın. Deyirəm, plan hər şey aydındır sənə. Ay mən toğlu deyil, zad deyil. Başa düşdük ki, zibildəsən də. Ay, o zibildəyəmi başda özüm dedim ki, yəni zibildəyən plan qururuq. Adi sadə plandır. Yəni dub olmaq lazım bu başa düşməmək üçün. Hamının yanında... Fazil, sən planı başa düşdün? Mən yox. Gözün döyürüyə, 2 dənə diplomum var ha, belə şey, dubuyla. Bacı, sən plantan başa düşdün? Açığı məndə yox. Diri adam idi, sana... Yeqiş, sən başa düşmüsən də. Zibildəsən yerinə qədər tam başa düşdüm. Qalanı başa düşmədim. Ay, aydın qulaq asında, bax, mən professoram. Biriniz Berlinsiniz, biriniz neydi bu, Tokyosunuz, biriniz də İstanbulsunuz. Elbette mən deyən vaxt siz qarışdırın. Gözə bunun başdan baxın bir dənə, mən də beynim şey gətir. Ya da Azərbaycan sayaq eləyirəm. Kəsirik B variantına. Deməli, biz pasteldə olanda yegiş, sən girirsən içəri. Sadiq evimize oğlu girip Sadiq. Orucunum, kaçma, bırakal. Tapacağım sen kimsen, etraf oğru, kaçma. Bu ne kaçtı? Ne daymalı? Ben bir garip adam sanıyım beni. Ya var eləmişsənim beni, gel sənətləri götür. Ha. Gel, nədir? Nə istəyirsən? Sadiq bu nedir? Ha, tu binasan sana belə oğru olur. Götümüzü kuşurat bol götürük, kuşun oktarıktan. Ay bunu mu ben bir dağıtıcı? Ha sen tupsun, ben bir eseradır. Senden bir de iş görmeyeceğim. Başım işte. Ay Sadiq, bacı oğlum mənimdir, mən bilirəm də. Yeganəlik deyil. Bildiğin 28 yaşında toğlu böyütmüşsünüz ha, belə uşaq mı? Onda keçirik başqa variantı. Fazil, bu iş sənlik daha. Deməli belə eləyirsən. Nətər? Gözdən də başdan qoy, mən də yadımdan çıxır. Nətər eləyir də? Yox, rahat ol. Bir dənə də çalı quşu ifa elə, sakitləş. Yaxşı. Ya, başı qaçıb bildiyi ifa edir sənə. İşini gör, çıx göt, doymalı. Sadiq. Ay Sadiq ona bak kimse evimize eşəliyir. Ay, heç kim eşələmir, heç kim. Ay, biraz da, hey, kaçma, kaçma. Har apardın bizim nicah şehadet alıyor, biz buradan için bu işte yaparız. Hadi bak o. Ha, bu ne bad var. Ha, 2 diplomla birini burada saldı yetti. Ha, bu nedir, bu ne? Ala bunu koru. La 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 la. La 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 la. La 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 la. Mahnısını əzbərlədik. Bir dənə qaldı plan yeri. Onu bir də baxa. Nəsə mənim bir şey. Əsəblərim pozulur. Əsəbləşmə, amma bu Fazil, bu sənlik deyil. Ay başı biriniz parmağıma, yaralı parmağa bir bağlamırsınız. Əlifbada hərf qutardı. La kız de papeli finalına getir. Çıxdıq evi tikib. Gözdə başqa variant edirik. 15-ci sezonu. Bir də burada bir dənə də variant var.
Ne oldu vay baş? Bu ne daz? Az dilim beni bu boyda yiyip, bezenip düzenmekle fış fışla değil. Bu ne daz? Bu evin eşiğin, bu nedir? Kardeşime toz torpak yedizdirsen, bu ne daz? He? Saatdan xəbərin var sənin? Ay başım, sen bura toz sormakta mı istemeye gelmişsin? Yoksa nasıl götürür geçmeliydin? Ne oldu? Baltızlığı tuttu. Ne bildin sen? Ay müəllim, daim həmişə deyirdi, Sadiqə nə olur, zor olur, inanmırdım. Boy, sağ ol. Sənə nə olur, zor olur. Sağ ol. Mən nə vaxt elə söz demişəm? Cümə günü 18:45'te. Bu da birinin üstünə 5'i qoyub verir. Ya narahat olma Fazıl. İkiniz de tanrıyım, geninize bələdim. Bu sənət sünət işim düzəlsin, sizinle zor bir söhbətim olacaq. Keçirik Əlif variantına. Ay Elif, bu Kutlar Vadisi'ndeki Polat Alemdar'ın nişanlısı Elif'i değil, onu değil ay Fazıl. Ya o aşkı memnun. Yok karıştırdım. Yok o Latin grafikasında hərf qutardı, keçmiş ki Ərəb əlifbasına. Deməli Əlif variantı belədir. Ne? Özüm əlli eləyirəm. Bura baş lazımdır. Nətər də variant, daim bir dəqiqədə. Hə, bildim, deməli belli eləyirəm. Çox qalıb usta qardaş. Bacım 5 dəqiqəlik iş qalıb. Bitirirəm, dururam qadamor. Obsatada bir dənə sızıntı var, ona baxım da. Ata, necə dəyişmisən? Əvvəl tanımadım. Belə milyon adamdan biri tanıyar səni. O bir nəfər sən inan ki, başına dönüm. Ananı heç də demə, xahiş edirəm, heç də demə qızım. Niyə? İstəmirəm də, anam bilməsin də xahiş edirəm, problem olmasın, ailəmiz dağılmasın. Ata, sən mənə öyrətmisən ki, yalan danışmaq olmaz. Ay bala atayam da, mən də bir səhv deyilmişəm. İstəmirəm də, anam bilsə pis olacaq, deyəcək ki, bəs Sadiq bütün günü işləyir, sonra gedir taksi şoförü işləyir, sonra santexnik işləyir. Öldü axı bu Sadiq ölsün Sadiq, mən yaşayış deyil. Anam pis olar, ona görə deyirəm. Yaxşı ata, bəs mənim karnaval məsələm nətər olacaq? Sənin karnaval məsələni atan həll edəcək. Satma başqadır. Ay usta, hara belə? Ay, satdı, lişdi. Nə olub bacı? Bəs alətləriniz qalıb, bax onu götürün də zəhmət olmasa. Baş. Başın var olsun, gəl. İnanmırsan? Yox, inanmıram. Heç inanan günün olmasın. O zaman mən mollanı çağırıram, gəlsin bizim kəbinimizi yer oxusun. Bu ailə dağılsın, qutarsın bu şou. Bura yığıldım mən. Çağır gəlsin, gözüm aydın. Mən heç belə ailə lazım da deyil. Harda salay molla, gəl görüm. Gözlə, bir dənə sən gəlin mollayam. Sən gəlsin qızım, yox. Sənə xoş, mənə dünəndən xoş. Alo. Hə. Hardasın molla qardaş? Burada. Burada harda bir gəlmir danaqsan? Harda qaldın? Ha buradan kürəm düşdü. Oldu qardaş, bir daha üzr istəyirəm başqa adamdan danışır. Oldu molla qardaş, gələrsin sən. Buyurun, mən sizi tanımadım. Kimsiz? Bayaqda molla qışqırırsınız. Bəli. Mən bayaqda sizə dedim ki, mən molla deyiləm. Yaxşı, bura kim yaxşı. Mən tanımıram kimdir. Bayaqdan da mən elə özünü təqdim elə sən kimsən, bir bilək kimdir bu? Mən Qısıvı. Qısıvı nədir? Ha bir denən görüm kimsən, kimin balasısan, rahat təqdimatını elə. Qəmbərov Sadiq Vəfadaroğlu. Sadiq, bunun ad familiyası, atadır, eynidir ki səninlə. Düşünmüz ol. Daha mətləbə ki, ətrafı danışır. Bunu birə bax ya, danışır. Kimsən sən? Oğul, sizin bu yaşadığınız evdə düz 25 il mən yaşamışam. Bəli, sonralar ailə həyatı qurdum, bir Sevgi adlı xanımla çox məsud yaşayırdıq. Sadəcə olaraq bizim nikah şəhadətnaməmiz sizin bu evə gəlib. Səhvən olub. Nə var? Tük qalmadı, hamısı bizdir. Gördün, təsadüfün beləsi.
Bəli, bizdədir. Biz sizin nikah şəhadətnamənizi indi verəcəyik. Amma bizim nikah şəhadətnaməsi gəlib çıxmadı. Gəlsə də nə xeyri var? Artıq biz boşanırıq. Ona görə də qismət belə yatırdı. Boşanırsınız? Bəli. Hə, yaxşı onda. Allah köməyiniz olsun. Sağ olun. Ya hara gedirsən? Boşanmağa ehtiyac yoxdur. Mənim balam. Elə sizin də səhvən nikah şəhadətnaməniz düz bizim evə gəlib. Hani bə? Hani bizim nikah şəhadətnaməsi? Evdə. Evdə mi qoydun? Hə, başqa yoxdur. Hə, yox. Zarafat edirəm. Buradadır, bu onluq mənimdir. İçində 500 manat pul var idi. Çox ehtiyacım var idi, götürə bilərdim, amma istədim yalnızda götürüm. Bəli, görürüm. Bilirsən, adaş, vəziyyət belədir də. Sadiq, Duyğu, nələr fikirləşmişdim. Mən düşünürdüm ki, bugün bu nikah şəhadətnaməsini Duyğuya verəndə şirinlik kimi də 500 manat verim. O da elə yatırdı ki, bugün biz boşanası olduq. Çox sağ. Sadiq niyə ye? Yox, bunu zırıram. Qoy bizim ailəmiz dağılsın. Bu qədər söz söhbətlər. Kişi öz ağzından deyir ki, səhvlik olub da. İndi hər xırda şeyə görə adam ailəsini dağıdar. Bırakım yaxşı, evsən. Sən get, mən birazdan sizin kağızı yatırıb verəcəm. Gedə bilərsən sən. Nə ged ola bu, bu. Ha, çöldə biləcəm lan. Sən get. Bilirsən Duyğu. Net. Duyğu! Fikir vermişsən. Hamının içində piyanla gördüm bir çal quşu sevgisi çıxır. Əsasında mən ürəyim bu dəqiqə çat-çat olubdur ki, bu cür ailə, kağız var, sənət var, hər şey var, amma ailə dağılır. Molla da incə Mamesə yazdı ki, çatıram, sizin ailəni dağıdacaq. Ay Sadiq, mən nə bilim axı, bilmədim axı. Amma sən mənə güvənmirsən, mənə bax, sən bugün bunu deyirsən, sabah deyəcəksən ki, sənin sarıbaş arvadın var, bir daha deyirəm, sənin qızın var, bir daha deyirəm, sənin narahat qaynınan var. Belə sözlər deyəcəksən. Hə, qutar da indi. Sadiq, indi oğlumuz var axı bizim, də ailəmizi dağıdacaqsan. Amma inamsızlıqla da ailə getmir axı. Yox, dağılmayacaq, söz verirəm. Onda pulu qoy cibinə xərclə kef elə. Çox sağ ol Sadiq. Dəyməz. Heç dələməz. Dönə deyirəm, əzizlərindir. Ha, mən nə sən qadan qaram? Ha, niyə yəqin altır? Ha, bir dayandıram, qoy bir sürü, yan gözdə gör nə deyirəm. Sən qızıya qulaq assan, mənə qulaq asmırsan. Bir dənə bunu oxumaman qulaq assın. Nikah haqqında Hə, şahid. içini oxu da, hə, ya bu da salat oldu, hə. Qəmbərov Sadiq Vəfadar oğlunun İsmailova Sevgi Murtuz qızı ilə arasındakı nikahın bağlanması haqqında akt. Bizim soyadımız, adımız yazılıb. Mən kör səhv oxumuşam. Görsən, hır nəzri qalmış, hırroysan, hırroy. Gördün? Ha, qızın beysavattı, başın çıxmır, səhv oxuyub, sən də düşmürsən mənim üstüm. Ha, niyə ağımın altında olursan? Adamı niyə alırsan? Alırsan, al, elə betar ol, ha. Yo, burada sən anlaşılmamazlıq deyəndə bildiyin hır nəzri, hırroy yollayırsan mənim qapıma, belə şey deyirik. Öpürəm, oldu. Vallahi bağışlasın. Gördün mü? İndi sən gördün ki, mən təmizəm, ana, bala, belə qızınla düşmürsən, hamı qız üstümə, haqqıma girirdiniz. Yaxşı, boşuna dönüm. İndi səhv də elədik də, nə olar, bağışla məni. Ya, bağışlamaq istəmirəm. Ay Sadiq. İçimdə kim var biraz? Sadiq, bağışla da məni. Mən əslində əvvəldən fikirləşməli idim ki, sən mənə xəyanət eləyən deyilsən. Eləyə bilmərsən. Bənə, qadın olurum, Kimin başını burax, mənim özüm Sadiqəm. Sən özün Sadiqsən. Gəl bağışladın məni də. Bağışlayaram. Bir dənə qəşəng süfrə aç, oturaq şam yeməyi zadır, mehribançılıq olsun. Mən qəşəng süfrə hazırlayım, baş-başa şam yeməyi yeyək, barışaq, yaxşımı? Oldu. Qadın alaram, mən sənin başına dönərəm. Bu ilini qaşınma tutur da mən. Əmrəm nə yerim el getdi bu 2 gündə. Elə bildim, əllə yıxılı getdim, amma 20 illik praktika yığdım. Atalarımız düz deyib, kişi ilişənə kimi xəyanət etmiş sayılmır. Çalış ilişmə Sadiq. Sadiq, bu nədir? Ay, yerə nə oldu? Dedik, güldük, bəsdir də, özünü yığışdırdı. Dedik, güldük, özünü yığışdırdı. Sadiq. Sadiq. O
Indi Sadiq deyir. Deyir qapınıza yasa gəlib, deyirəm. Çay aşırı. Mən nə çay aşırı. Tık 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 tık. Ayaqdı xanım. 50 dəfə demişəm, burada mahnı oxuma. Oxuyanda da biraz kişi mahnısı oxu, hə? Şeydən. Oxuyanda da biraz kişi mahnısı oxudan, ha? Kişilər, ay kişilər. Bizim... Sadiq artist eləmə, duruyor ha. Ay, bana imkan ver öldüğüm yerde ölüm də. Mən heç də baş... bir də ayıl gör nə deyirəm, Üzr istəyirəm. Eşitdiniz. Yox, bir anda çalışın. Qısabına da. Qəmbərov Sadiq Vəfadaroğlu. Nə? Qısabına da. La Caseta de Pastel. Yani bütün hadiseler... La Caseta de Pastel. Falan. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başa çatdı.